Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Kənd Heyvanları kanalında. Əziz izləyicilər, bugün istərdim bu mövzuya toxunam. Lal ördəklər neçə ayında yumurta verir? Quşlar TV-də, Lal ördəklər TV-də var idi. Burada da istədim bu mövzuya toxunam. Çünki bu kanalda da olsun, bəziləri bu kanala abunədir, bəziləri Quşlar TV-yə, bəziləri Xor Zaman versə, bəziləri Lal Ördəklər TV istədim hər kanalımda olsun. Nəyə görə bunu deyirəm? Çünki bir abunəçim var idi, bütün açıq demləyirmə işlədi, blok elədim. Yazırdı ki, niyə təkrar videoları, mövzulara toxunursan? Yəni mən ildə bir dəfə o digər mövzulara toxunuram ki, yəni abunəçilərin çoxu təzə şey eləyir, onun adı nə idi? Abunə olurlar və köhnə videolarımı da tapıb baxa bilmirlər. Ona görə yəni tapamayanlar, baxamayanlar yenə baxsın. Ona görə bir demir, iki demir hər videomda yazırdı ki, belədir, elədi, nervləndi, mən də blok elədim, getdi. Nə bilim, nəysə. Deməli, əziz izləyicilər, indi bu mövzuya toxunaq ki, lal ördək neçə ayında yumurta verir. Əziz izləyicilər, bu lal ördəyin baxmağından asılıdır. Yəni, siz ona necə baxacaqsınız, o tez böyüyəcəksə, tez də yumurta verə bilər. Yox, gec böyüyəcəksə, təbii ki, gecikə bilər. Baxma şəraitindən asılıdır. Yəni, əziz izləyicilər, deməli, siz əgər belə deyək, çıxan günündən onlara o şəkərli yemdən belə deyim, verəcəksinizsə, düz 6 ayına kimi, 6 ayında onlar heç böyük ördəkdən seçilməyəcəkdir. Yəni, erkəkləri belə olacaqdır, dişləri də belə. Elə biləcəksiniz, sanki ana atadır. Yox, əgər siz belə deyək də, bir 10 gün, 15 gün o şəkərli yemdən verəcəksiniz. Ondan sonra isə başlayacaqsınız, nə bilim, buğda yarmasına, nə arpa, qarğıdalı, belə yemlər qarışıq, kəpək, məpək saf verəcəksinizsə, onda lal ördəkləriniz gec yekələcəkdir. Və yumurta verimi də onda şey olacaqdır, yəni başqa cür olacaqdır. Yəni, siz əgər 6 ay dayanmadan onlara şəkərli yem verəcəksinizsə, onlar 6-cı ayı, bəxt dediyim kimi, belə görsənəcəklər. Yəni, dişiləri sanki anadır, erkəyi sanki ata kimi belə görsənəcəkdir. Və 6 ayında o yumurta onları, belə deyək də, yumurtada bilər. Yem daha doğrusu onları yumurtada bilər. Yox, əgər siz onlara baxacaqsınızsa, necə deyim, bəxt dediyim kimi zəif, yəni 10-15 gün o şəkərli yemdən verib, onları ayağa qaldıracaqsınız, sonra isə başlayacaqsınız şey verməyə, onun adı nə idi? Buğda yarması, qarğadalı yarması qarışıq və yaxud kəpək çörəkdə isladıb verəcəksiniz. Onda isə onlar 9, 10, hətta 11 ayını, bir ilində belə deyim, tamam olanda yumurtlayacaqdır. O da ki, hələ yaxşı yemlər versəz, ondan sonra canım sizə desin, yerini isti eləsəz, hələ onda 9-10 ayında yumurtaya bilər. Əgər yox, yemi zadda yenə kəpək, məpək, elə belə yemlər versəz, onda 1-2 ayda hələ gecikəcəkdir. Ona görə, əziz izləyicilər, əgər bu lal ördəkləri tez yumurtamağını istəyirsinizsə, onlara ilk öncə yaxşı baxmalısınız. Yəni, yem verimi yaxşı olmalıdır ki, tez böyüsün. Ondan sonra, belə deyək, yəni, yaxşı yemlər verməlisiniz ki, o şəkərli yemlə tez böyüsün və 6 ayında başlasın yumurta verməyə. Düzdür, 6 ay gəlib, haradasa düşəcəkdir dekabrazada. Əgər sizin də yeriniz yoxsa bunu gecikdirə bilərsiniz. Yəni, elə də tez şey eləməyin. Məsələn, 4 ay, 5 ay verdiniz, ördəklər böyüdü. Ondan sonra digər buğda yarması verə bilərsiniz.
Yox, əgər yeriniz varsa, istəyirsiniz ki, tez versin, yəni dekabrda bir düşsün, fevralda bir, mayda bir, iyunda bir, yəni 3 dəfə, 4 dəfə bala alasınız. Bu biznes üçün də bu yaxşıdır. Mən indi inşallah Lal Ördəklər TV-də bu haqda danışıb məlumat verəcəyim. Sırf o haqda video. Hə, əgər elə istəyirsinizsə, təbii ki, o yemdən verə bilərsiniz. Və sizin də toyuqlarınız, ördəkləriniz, hündüşkalarınız, qazlarınız əgər gecikirsə, yumurtlamırsa, xüsusi yemlər var. Yəni o şəkərli yemə oxşuyur, granula yemi kimidir. Ondan alırsınız əziz izləyicilər. 10 kiloya 10 kilo dənlə qatısınız. İstəsəz əgər imkan varsa, çox da eləcə də verə bilərsiniz. Sadəcə onun kilosu 1 manat 20 qəpikdir. Hə, ondan alırsınız, qatıb 50-yə 50 edib belə verirsiniz. O qızışma verib yaxşı yumurtadır. Ördək etdi, qazdı o gecikəndə. Əgər siz misal üçün istəyirsiniz ki, qazınız tez şey olsun. Qaz ümumiyyətlə tez çıxmağı heç elə də önəmli deyil. Yəni yanvarda çıxır, fevralda çıxmağı, onsuz da qaz 2 ay yekə olur. Gələcək onu da qışda kəsəcəksiniz. Ona daha da çox belə deyim, yem verəcəksiniz də, yəni bütün yayı. Elə ondansa martdan, apreldən sonra çıxmağı ondan məsləhətdir ki, 2-3 ayda irəli düşəcəksiniz. Ancaq lal ördəkdir, hündüşkadır, toyuqdur, onları təbii ki, tez yumurtlamaqları vacibdir ki, əgər basdıracaqsınızsa, qışın cücəsi ümumiyyətlə yaxşı olur. Lal ördəyin də ona görə yaxşıdır ki, yəni tez yumurtlamağı şeydir, yəni 3 dəfə, 4 dəfə siz ondan bala götürə bilərsiniz. Bala çıxartda, yumurtalar götürsüz, təzədən bir də başlayır yumurta verməyə. Yəni sözü nəyə gətirmək istəyirəm? O granula yemindən qatıb verirsiniz. Mən onu illərdir verirəm və nəticəsində görürəm. Toyuqdur, ördəkdir, qazdır, hündüşkadır, tez yumurtadır. Ay nə bilim, bəzi indi kanallarda var, qarışıq, marışıq edirlər, o zir-zivi, yəni zırıltı da belə deyək, şey olur. Bamba gelsən mağazinə pulunu verirsən, 1.20-yə alırsan, gətirib qatırsan, verirsən və bir həftənin içində də nəticəni özünüz görürsünüz. Çox yaxşı yumurtayır. Hündüşkadır, qazdır, ördəkdir, toyuqdur, cücədir. Hamısına verə bilərsiniz də. Yəni cücə deyəndə Fərər Əlləzədə. Yaxşı tez yumurtadır. Yəni həm rahat olur, bir də 1000 dənə şey qatmısınız bir-birinə, elə bir dəfəlik verirsiniz, həm ucuz başa gəlir, həm də tez yumurtadır. Ördək, qazı, hündüşkanı, toyuğu. Hündüşkəyə çox adam yazır ki, yumurtamır, eləmir hündüşkalarımız. Bax elə o yemdən versəz, vallahi tez yumurtayacaqlar. Yəni bax belə. Bu qədər əziz izləyicilər, hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Çünki biri-birindən gözəl, faydalı videolar, məlumatlar gəlir. Təbii ki, inşallah qismət də olsa bu yayda gedib kətdə çəkilişlərimiz olacaqdır, videolarımız olacaqdır. Gedib orada gözəl-gözəl videolar çəkiləcək. Belə. Sağ olun əziz izləyicilər, salamat qalın.